xalq yaradıcılığı. Tərəkəmə folklor toplusu. Xoş gördük istərli dinləyicilər. Böyük ədəbiyyatımızın böyük şəxsiyyəti, böyük qələm sahibi, əsrlərlə öz əsərləri ilə bizə doğru yol gələn, bizə tanrı töhfəsi olan, ədəbiyyatımıza xəzinə bəxş eləyən Nəsimi. Ot kök üstə bitər deyiblər. Nəsimi də əsilli nəcabətli bir nəsildən olub. O, mükəmməl təhsil görüb. Belə ki, görkəmli şair Xaqani Şirvaninin əmisi, alim həkim Kafiyəddin tərəfindən yaradılmış Darüşşəfa Tibb Akademiyası fəaliyyət göstərirdi. Nəsimi belə bir mühitdə olub, orada təhsil alıb, ona görə hər tərəfli yetişib. Mükəmməl təhsil alan Nəsimi özündən yaşca böyük olan Fəzlullah Nəimi ilə yol yoldaşı olur. Yəni onun xidmətində olur, dost olurlar. Dünyaya örnək olacaq müəllim-şagird münasibəti sonralar Nəsiminin Nəimiyə olan böyük ehtiramı onları qohum edir. Nəiminin qızı ilə evlənir. Hər zaman Nəiminin tərbiyə və yaradıcılığından bəhrələndiyini vurğulayır. Yol yoldaşlığı daimi olur. O çox mükəmməl və kamil təhsil aldığına görə ona həm filosof, tibbin bilicisi, astronomiyanı yaxşı bilən astroloq, riyaziyyatçı, məntiq elmini dərindən bilən, bir sözlə alim Nəsimi də deyiblər. Çoxlu dillər bilirdi. Bildiyi dillərdə şeirlər də yazırdı. Ana dilində yazdığı şeirləri dilimizin zənginliyindən xəbər verir. Xalqın dilini, folklorunu yaxşı bilirdi. Əsərlərində istifadə etdiyi atalar sözləri, zərb məsəllər, hikmətli sözlər bunun bariz nümunəsidir. Bayatılardan əsərlərində çoxlu istifadə edib. Nəsiminin rübailəri bayatılara çox yaxındır. Canımı yandırdı şövqün, ey nigarım hardasan? Gözlərim nuru, iki aləmdə varım, hardasan? Bağrımı qan eylədi acı fəraqın, gəl yetiş, ey ləbi vüslət, şərab-ı xoşgüvarım, hardasan? Səbrimi yəğmalədi şövqün, qərarım qalmadı. Ey mənim aramım, ey səbr qərarım, hardasan? Çox təəssüflər olsun ki, Nəsimi təzyiqlərə məruz qalır, vətəndən uzaq düşür. İraqda, Türkiyədə, Suriyada yaşamalı olur. Ən acınacaqlısı odur ki, ömrünü faciə ilə başa vurur. Öz ideyalarla qurbanı olur. Hələb şəhərində edam edilir, amma bütün şərqdə yaradıcılığı ilə günəş kimi işıq saçır. Nəsiminin həm də dilimizi zənginləşdirən qəzəlləri çoxdur. Qəzəllərini özünə məxsus bir ustalıqla istifadə edir. Cana sən candan nə kim gəlsə, ciyərlər ağrımaz, həq bilir bir zərrə nəşlərdən
damarlar ağrımaz. Şaha mehrindən midir ya aşinalıqdan mıdır? Cismimi sərta qədəm min gəz yarallar ağrımaz. Fitvasından zahidin nahaq məni gər soyalar. Qəm deyil səndən şəxa, görəcək damarlar ağrımaz. Soyney murdar sallaqlar nəsiminin tənin. Bunca namərdi görün bir ər qıyallar ağrımaz. Hörmətli dinləyicilər, Böyük Nəsimi ilə bağlı sözün qadir dilində nəyə imkanımız çatdı dedik. İndi söz tədqiqatçınındır. Bilirsiniz, tarixin qalın qatlarından gələn, bəzən toz altında qalan, amma öz qüdrəti, dəyəri ilə hər zaman təzə tər qalan qüdrətli söz sahibi haqqında İlkin Elsevərdən müsahibə aldıq. Əməkdaşımız Rübabə Səməndər bu yerdə hayımıza çatdı. Bunun üçün təşəkkür eləyir, minnətdarlığımızı bildiririk. Onu da qeyd edək ki, hörmətli prezidentimizin ötən ili Nəsimi ili kimi elan etməsi onun ruhuna, qələminə, dahi sözlərinə bir ehtiram idi. Amma bu böyük düha bir ilə sığmaz, iki cahana sığmadığı kimi. Hər zaman onun gərəkli sözlərinə ehtiyacımız var. O yalnız şeir yazmadı, o bütün elmlərin biricisi idi. Hələ Nəsiminin açılmamış qatları çoxdur. Hələ çox müraciət ediləcək. İndi bizim müraciət etdiyimiz gənc tədqiqatçı ilə Rübabə xanımın müsahibəsini sizin diqqətinizə təqdim edək. Əziz dinləyicilər, artıq qeyd etdiyimiz kimi verilişimizin qonağı folklorşünas İlkin Elsevərdir. İlkin bəy, verilişimizdə xoş gördük sizi. Təşəkkür edirəm, çox sağ olun. Ölməz Nəsiminin 650 illik yubileyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda geniş miqyasda qeyd olunur. Bu həm ədəbiyyatda, həm incəsənətdə öz əksini tapır təbii ki. İlkin bəy də folklorşünas kimi Nəsim yaradıcılığını araşdırır, tədqiq eləyir və bu gün də təbii ki onun sahəsi ilə bağlı biz də Nəsimiyə sırf folklor tərəfdən yanaşmağa çalışacağıq. Nəsiminin yaradıcılığında folklor izlərini axtaracağıq İlkin bəylə bir yerdə. İnanıram ki, söhbətimiz maraqlı olacaq əziz dinləyicilər və siz də bu vaxta qədər eşitmədiyiniz bir çox maraqlı, diqqətə layiq məqamları öyrənəcəksiniz İlkin bəyin söhbətindən. İlkin bəy, ümumiyyətlə Nəsimi və folklor, bax bu mövzuda nə demək olar? Mən ilk olaraq təşəkkür edirəm sizə. Onu demək lazımdır ki, Nəsim və folklor Nəsiminin yaradıcılığının elə ana xəttini folklor təşkil edir. Bəzən deyirlər ki, Nəsiminin qəzəllərini başa düşmək olmur. Nəsimi çox mürəkkəb üslub yazır. Təbii ki, Nəsiminin əsərlərinin dili çox ağırdır. Çünki Nəsimi Orta dövr Azərbaycan ədəbiyyatının istər şeirləri ilə, istər onun yaşadığı mühit baxımından, istər Azərbaycan ədəbiyyatında, istər dünya ədəbiyyatında çox mükəmməl bir şəkildə mövqe qazanan bir dahi şəxsiyyətdir. Nəsimi ümumbəşərdir. Necə ki biz məsələn Türk dünyası üçün də deyirik, Kitab-ı Dəqor dastanı, yəni bütün Türk dünyası ona müraciət edə bilir. Təbii. Və bütün ona müraciət edən Türk dünyası da özünə uyğun orada nəyisə götürür. Nəsimi də həmçinin o cürdür. Nəsimidə nə var? Nəsimidə insanlıq duyğusu var. Nəsimidə kamil insanlıq anlayışı var. Bəzən deyirlər ki, Nəsiminin yaradıcılığında ateizm izləri rastlanır, amma bu yanlışdır. Bu Sovet dövründə, yəni totalitar rejimin bizə planlı şəkildə təlqin elədiyi bir anlayış idi. Orta dövr Azərbaycan ədəbiyyatında Nəsimi qədər Quran ayələrinə müraciət edən, iqtibas edən ikinci bir şairi göstərmək çətindir. Həmçinin Nəsiminin yaradıcılığında folklor ana xəttini təşkil edir. Nəsimi istər qəzəllərində olsun, Azərbaycan folklorunun müxtəlif məsələn obrazlardan, dastan surətləri ilə və yaxud da mifoloji personajlar vasitəsilə, məsələn zoomorf obrazlar var. Bunların vasitəsilə Nəsimi şeirində fikrini daha koloritə, daha canlı, belə desək, daha əhəngdar bildirmək üçün istifadə edir.
Ümumiyyətlə Nəsiminin məsələn qəzəllərinə müraciət edən zaman biz orada istər şifahi xalq ədəbiyyatda, həm də ki yazılı ədəbiyyatda genişlənmiş Xızır obrazına geniş rast gəlirik. Bizə məlumdur ki, Xızır obrazı şifahi xalq ədəbiyyatında ölümsüzlüyün simvoludur. Yəni o darda düşən insanlara yardım göstərir. Məsələn, örnək üçün biz Kitab Dədəqor dastanında Dirsə xanoğlu Boğaçan boyunu göstərə bilərik orada. Həmin ki orada buğacı atası onu oxla vurur. İlk dəfə onun yanına gələn isə meşədə Xızır olur və Xızır ona isə onun yarasını əlini çəkir və ona deyir ki, sənin ana südü dağçısı, sənin yarava mərhum olacaq. Eyni ilə Nəsimidə həmin obrazları nə Xızır obrazını götürərək öz şeirində işlədərək və o da ki ona bilirsiniz, Nəsimin bəzi şeirlərində var, Xızır Nəsiminin sevgisinin ölməzliyinə də işarə edir. Məsələn, necə deyir ki, Xızır getdi zülmətdən ölməzlik suyunu içdi. Nəsimi də deyir ki, mən də Tanrıya olan sevgisinin ölməzliyini qəbul edirəm. Nəsim yaradıcılığını tam dəqiq təhlil edərkən bizə orada istər bizim Azərbaycan ədəbiyyatı üçün, istər folklorumuz üçün çox gözəl mənbələr var, həm də ki məlumatlar var. Məsələn, bizə məlumdur ki, Azərbaycanda Koroğlu eposunun tarixi müxtəlif dövrlərə aid edilir. Yəni o Cəlalilər hərəkatı ilə bağlı olunur. Son dövrlərdə isə də artıq o bununla bağlı bir neçə tədqiqat iş aparılıb. Amma Nəsimini Cəlalilər hərəkatına bağlamaq nə dərəcədə doğrudur? Bu əsl bir tədqiqat mövzusudur. Və bununla bağlı olaraq Azərbaycanda görkəmli folklorşünas, Koroğluşünas, filologiya elmlər doktoru, şair İslam Sadıq Koroğlu kim olub kitabında və yaxud da Koroğlu bir neçə məqalələrində də bu faktı açır. Amma yəni, sırf Nəsimi ilə bağlı. Sırf Nəsimi ilə bağlı. Həm Nəsimi ilə bağlı, həm də ki Koroğlu dastanının tarixi ilə bağlı. Məsələn, örneğin isə bir nümunə gətirək. Nəsimi qəzəllərinin birində deyir ki, Qəmzədən Misri qılıncı vermişsən, əsrür türkə kim, qan bahalsız necə qan etmək dilərsən, etməcil. Nəsimi yaşayıb 1369-1417-ci illərdə. Yəni bu 15-ci əsrə gəlib çıxır. Amma Koroğlu mənbələrdə göstərilir ki, Koroğlu Cəllalı hərəkəti 17-ci 18-ci əsrədir. İndi belə bir sual yaranır ki, 15-ci əsrdə yaşamış bir şairimiz necə 17-ci əsri, 18-ci əsri görüb yaza bilərdi? Evet. Bu nədir ağla batandır? Mümkün deyil. Bununla bağlı iş tədqiqatı bizim böyük folklorşünasımız mərhum Professor Məhəmməd Hüseyn Təhmasib Nəsim və Xalq Poeziyası məqaləsində ilk dəfə bunun haqqında məlumat verib və Nəsiminin yaradıcılığında qeyd edilir ki, necə qan məsələsini orada deyir ki, qan bahası necə qan etmək dilərsən etməcil. Ümumiyyətlə burada bir mübarizə ruhu bizə əks eləyir. Yəni Nəsiminin də yaradıcılığı mübarizə ilə keçib. Dövrünün xurafatına qarşı, ondan sonra onun müxtəlif siyasi səbəblərə görə o hətta mühacir dövrdə yaşayıb, bir ölkədən digər ölkəyə gedib. Bu mübarizəlik bu Nəsimidə hardan gəlir? Bu mübarizə Nəsimdə xalq yaradıcılığından gəlirdi. Mübariz qəhrəmanlıq dastanlarından gəlir də. Yəni əgər 15-ci əsrdə yaşamış bir şair Qəmzədən Misri qılınc vermişsən, əsri türkə kim? Bu şeirində Misri qılınc adını çəkirsə, deməli biz Koroğlu eposunun tarixi haqqında biraz da dəqiq fikirləşməliyik. Yəni bu daha uzağa gedir çıxır. Bəli, Koroğlu tarixi və Nəsiminin yaradıcılığında da dastan izləri var. Bəli, Misri qılınc. Bəzən deyirlər ki, Misri qılınc Koroğlu eposundan əlavə işləyir, amma hələlik biz ona rast gəlməmişik. Yəni bizim tədqiqatlarımız olsun, məqalələrində, tədqiqat işlərində ona biz rast gəlməmişik. Yəni ilk olaraq Misri qılınc Koroğluda ilk olaraq Koroğludadır. Əgər Koroğlu 17-ci 18-ci əsrdə Cəlalilər dövründə və yaşamışsa, sual yaranır ki, Cəlalilər üsyanının başçısı Qara Yazıcıoğlu olub. Və bu Qara Yazıcıoğlu üsyanın başçısıdırsa, təbii ki, bunun göstərdikləri indi igidliyimi deyək, fədakarlığımı deyək, buna xalq bunu nəğmə qoşmalıdır. Necə Koroğlu səfərdən qayıdanda xalq aşıqlar onu nəğmə qoşurdu. Amma biz bu gün Azərbaycan folklorunda bir dənə də olsun Qara Yazıcıoğluna nə bayatı, nə atalar sözü, nə məsələ rast gəlmirik. Heç rast gəlməmişik. Rast gəlməmişik. Belə bir sual yarana bilir ki, hökmdar qala onun 100-cü, 1000-ci dəlisi olan, əgər Koroğlu Cəlalı üsyan nümayəndədirsə, ona bayatlılar qoşardımı? Xeyr. Birinci hökmdar ithaf olunardı, ona nəğmələr qoşulardı. Daha sonra isə sərkərdələr tərif olunur. Amma biz burada bunlara rast gəlmirik.
dastanda da belə bir söhbət yoxdur axı. O siz dediyiniz Bəli, hökmdarın nə adı Türkiyə çəkilmir. variantında, nə Azərbaycan variantında, Türkməndə də var bu Koroğlu. Türk Heç bir xalqlarında formada, bəli, tabii. Türk xalqlarının da yayılmış olan Koroğlu dastanının, eposunun heç bir variantda qara yazısı olan rast gəlinmir. Gəlinmir, xeyr. Yəni bu da bizə böyük bir mənbələr verir ki, əlimizdə ki, bu cür mənbələr olur. Yəni ilk olaraq Nəsiminin biz sizə yenə deyirik, bu barədə Misri qılıncla bağlı yazmış olduğu o qəzəli bizim üçün çox böyük mənbədir. Nəsiminin sayəsində biz Koroğlu dastanının yaşadığı dövr haqqında da məlumat verə bilərik. Düzdür, Misir Nəsimi yaradıcılığında ölkə kimi də nəzərdə tutur. Bəzi qəzəllərində vurulur ki, Yusuf peyğəmbər Misirdə getdi, orada yaşadı. Və hətta Misir bəzi məqamlarda hesab poetikləşmiş ifadələrlə də istifadə olunur. Amma Hər halda Misri qılınc artıq Misri burada qılınc tamamilə doğrudur. anlaşılır ki, nə mənada Anlaşılır, işlənir. tamamilə doğrudur. Daha sonra biz onu da qeyd edə bilərik ki, Nəsimin yaradıcılığında Xızırın ölməzliyindən əlavə bizə Dədə Qorqud dastanında məlumdur ki, əslində Nəsimi bizə böyük bir araşdırma üçün mövzular təqdim edir. Bizə məlumdur ki, Azərbaycan folklorunda bir neçə, istər dastanlarımızda olsun, istər folklor mətnlərində olsun, obrazlar, yəni qəhrəmanlar ölməzlik çiçəyinin və yaxud da ki, ölməzlik suyunun arxasından getmişlər və bunlara ölməzlik qismət olmayıb. Məsələn, Bilqamış dastanında Bilqamışın özü və yaxud da ki, elə Kitab Dədə Qorqud dastanında elə orada Dəli Domrul ölməzlik olmaq istəyir, Əzraillə mübarizə aparan yenində və ölməzlik ölür və burada bir dənə bir məqam var. Dünya eposuna da Dünya müraciət eləsək, eposuna orada da, da eyni. orada da eyni Axilles var. var idi misal üçün. Amma dabanında bir nöqtə var idi ki, o nöqtə ilə o yəni dünyasını dəyişdi. Əslində Nəsimdə çox gözəl qəzəllərində ifadə edilir. Xızır obrazı bir növdə Tanrının metamorfozlaşmış obrazını da götürmək olar. Çünki bizə məlumdur ki, dünyada təkcə yaradan Allahdır və uzun necə deyirlər, əbədi yaşayan Allahdır. Yerdə qalan yaradılışlar isə hər biri ölümlüdür. Nəsimi də qəzəllərində Xızır obrazı ilə bağlı elə məqamlar ifadə edir ki, məsələn bizə orada da o ölməzliyinin o bir simvolik mənada ifadə edilir ki, o sevgisinin Xızır kimi əbədi həyat qazanmasının ölməzliyinin nümunəsi kimi təqdim edir. Təbii ki, Nəsiminin yaradıcılığında Azərbaycan folklorunun digər örnəklərinə də rast gəlmək olur. Məsələn, Nəsiminin digər mifozomof obrazlar vardır ki, orada onlarla da öz fikrini bildirmək istəyir. Hansı obrazlardır mümkünsə? Məsələn, onlarla bağlı quş adlarla bağlı obrazlar var. Məsələn, ey bülbül qüssünə giriftar qəfəssən, sındır qəfəsi taza gülüstan tələbə ilə. Ümumiyyətlə Nəsimi qəzəllərində bizə məlum olur ki, folklorla fəlsəfəni bir vəhdət halında birləşdirərək öz şeirlərində öz fikrini bizə bildirmək istəyir. Məsələn, ey bülbül qüssünə giriftar qəfəssən, sındır qəfəsə taza gülüstan tələbə ilə. Nəsimi burada insan azadlığını göstərir. Nə deməkdir insan? İnsan azadlığı deyərkən, bəzən sual verilir ki, insan azadlığı deyərkən insan bəyəm o dövrdə məhdud bir formada anlayışlıydı. Xeyr, insan həm o dövrə biz baxsaq ki, o müəyyən ifrat dərəcədə qayda qanunlardan imtina eləməkdir. Hansı daxili azadlıq. Daxili azadlığı bağlı, təbii ki, özürdür. Yəni deyirdi ki, insanın ürəyi də, qəlbi də Allahla bağlı olmalıdır. Nəsimi elə məndə sığar iki cahan, mən cahana sığmazam. Qəzəlində də elə iki cahan elə Nəsimi ilə Allah arasında olan rabitəni də bizə bildirir ki, bunu müxtəlif dövrlərdə, müxtəlif cürdə izah ediliblər. Amma təbii ki, bu iki cahan olması daha məqsədə yoğundur.
Nəsimini hürufi cərəyanı ilə bağlayırlar və Bəli. hürufi cərəyanının davamçısı kimi təqdim edirlər. Bu cürdə qəbul olunur. Bəli. Ümumiyyətlə də biz say simvolikasına söz düşmüşsən, bir də onu qeyd edək ki, Nəsiminin yaradıcılığında say simvolikasına çoxlu sayda örnək göstərmək olar. Ümumiyyətlə say simvolikası ilə bağlı çox Bəli. maraqlı gəldi mənə bu mövzu. Qısaca da olsa bilgi verərdiniz dinləyicilərimizə. Deməli, say simvolikası, məsələn, bizə mifologiyadan bəllidir ki, müxtəlif rəqəmlər üzərində rəqəmlər müxtəlif anlamlar ifadə edir. Məsələn, 2 rəqəmi dualist rəqəmdir, ikilidir. Məsələn, xeyir və şər, gecə və gündüz, Qadın və kişi. Bəli. Tək rəqəmi isə yalnız bir, məsələn, tək olan Allaha işarədir bu. 4 rəqəmdə eləsə, 4 rəqəmdə məsələn kütübləri bildirir, şərq, qərb, şimal, cənub. Amma üçlü rəqəmdə var. Mifologiyada dünyanın üçlü modeli var. Məsələn, biz ona deyir üst təbəqə deyirik, yəni tanrıların Yəni rəqəm olduğu. kodu ilə hansısa Rəqəm kodu ilə, mətləbləri bəli. Elə bil çatdırmaq bir olar. rəqəmin daxilində geniş bir o belə desək anlam var və o rəqəm daxilində qollaşdırılıb. O rəqəm daxilində konkretləşir ki, artıq biz ona məsələn mifologiyada 40 rəqəmi deyərkən biz artıq bütövlüyün, tamlığın göstəricisi kimi bilirik. Məsələn, əgər Koroğlu dastanında Koroğlu 40 gün gözləsəydi, qırata baxmasaydı, Qanadları çıxacaqdı. Qanadlar çıxacaqdı. Amma bu nə elədi? 39-cu gün Hövsələsiz çatmadı. Və yaxud da ki, Əsli və Kərəm dastanında Kərəm belə desək ki, Əslinin xalatının 40-cı düyməsində açsaydı, onlar hər ikisi də necə deyirlər, mifoloji baxımda yanıb kül olmayacaqdı. Evet. Nəsimin yaradıcılığında da bu özünü göstərir. Sadəcə Nəsimin yaradıcılığında bəzən olur ki, həmin o say simvolikası fəlsəfi mənada göstərir. Bəzi hürufili mənasında da anlamda var. Yəni onların bəziləri də var ki, həm hürufili, həm də ki mifoloji anlamda gözləyir. Məsələn, 32 rəqəm var. Bizə mifologiyada 32 rəqəmi biraz xaotik bir rəqəm kimi özünü göstərir. Məsələn, nümunəsini qeyd edilə bilərik ki, Kitab Dedikodu dastanında Qanturalı boyunda Qanturalı gedir ki, Selcan xatun almağa və dastanda bizə məlum olur ki, Selcan xatun almaq üçün 32 igid mübarizə aparır. Yəni o həmin o Selcan xatunun atasının qoyduğu 3 qayda qanununa, yəni heyvanlarla vuruşa bilməyib və onlar tələf olublar. Amma burada Qanturalı isə onu keçir. Keçir və Selcan xatuna qalib gəlir. Bizdə Nəsiminin yaradıcılığında da bu var. 32 sayıyla da orada ifadə var. Amma Nəsimi 32 sayında dünyanın, kainatın, insanın yaradılışını bildirir. Yəni bizə məlumdur ki, hürufli cəryanı, hürufli təriqəti hərflərə mistik ilaha güc verirdilər. Yəni onlar hərflərlə ifadə olunur. Rəmzlər hərflər idi. Həmçində sayıları da müəyyən mistik mənala yanaşırdılar. Həmçində onlardan da bir də 32 sayıdır. Və yaxud da ki 32 sayında da Duxa Qocaoğlu Dəli Domrul boyunda da belə bir mətn var ki orada. Deyir ki, körpü salanlar Dəli Domrul körpü salmışdı. Keçənlərdən 33 ağ salırdı, keçməyənlərdənsə 40 ağ salırdı. Əgər belə bir anlam var ki burada, keçənlər 32 ağça versəydi, Dəli Domrulunu qəbul eləməyəcək və onu öldürəcəkdi. Mütləqdir ki, qoyduğu 33-ü verməlidir. Və yaxud da ki, keçməyənlər 39 ağça da versəydi, onu da öldürəcəkdi. Mütləq 40 verməlidir. Və burada görürük ki, yəni bu Dedikodu dastanında da bu 32 rəqəmi ümumiyyətlə keçid xarakter daşıyır. 32-dən 33-ə keçid, xaosdan kosmosa keçiddir. Mən onu da qeyd edeyim ki, yəni 32 sayla bağlı araşdırma aparmış bizim mifoloq professor Seyfəddin Rızasoy araşdırmalar aparmış və Nəsimi yaradıcılığından söz düşmüşdən biz Nəsiminin tədqiqatçısı, demək olar ki, ömrünü Nəsimi yaradıcılığına həsr eləmiş, filologiya üzrə fəlsəfə doktoru, dosent, Nəsimşünas alimimiz, həm də mənim müəllimim Sadə Şıxıyevan adını çəkməsək haqsızlıq olar. Çünki Sadə Şıxıyevan Nəsimin yaradıcılığıyla bağlı bir çox qaranlıq məsələləri aydınlığa gətirmiş. O elə ki, qaranlıq məqamlardır ki, onlarla bağlı uzun müddətli mübahisələr gedir. Məsələn, Nəsiminin anadan olduğu yer, bəzi mənbələr deyir ki, Nəsimi Şirvandan olub, bəzi mənbələr yazılır ki, Nəsimi Cənub Azərbaycandan olub. Yəni bunlar hamısı elmdə mübahisəli anlayışlardır. Sizin müəlliminiz necə deyir? Sadət Şıxıyeva onu Şirvanda anadan olmamasına tərəfdardır. Yəni o mənbələrlə sübut edir onu. Və daha doğrusu Nəsimin elə biz bayaqda qeyd etdiyimiz kimi elə məndə sığar iki cahan qəzəlində o bəzi mənbələr deyir ki, məndə sığar ikən məndə sığar ikən cahan, mən bu cahana sığmazam. Amma Sadə Şıxıyev onu uzun illər də apardı araşdırmalar nəticəsində biz Nəsiminin qəzəlində məhz məndə sığar iki cahan olduğunun şahidi olduq. Yəni onu sübut elədi. Onu sübut elədi, bəli. Şəhrinə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm, ruhi rəvan bağışlaram, ruhi rəvana sığmazam.
İlkin bəy, çox sağ olun, minnətdaram sizə. Doğrudan çox maraqlı və inanıram ki, məzmunlu bir söhbət alındı. Dinləyicilərimizin də marağına səbəb olacaq bu söhbətiniz. Sizə təşəkkür edirəm. Elmi araşdırmalarınızda da sizə uğurlar diləyirəm. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram. 15-ci əsrin xalqımıza ən böyük hədiyyəsi mənəvi xəzinəmizə verdiyi Nəsimi yaradıcılığı sərvəti oldu. O bizim milli sərvətimizdir. Bu sərvətin Türk dünyasının ədəbiyyatına böyük təsiri olub. Onun əsərləri əlyazma şəklində dünyanın kitabxanalarını daha da zənginləşdirir. Böyük iftixarla bu qiymətli söz sərrafının əsərlərini qoruyurlar. Hələ 50 il əvvəl 600 illiyi UNESCO tərəfindən geniş qeyd edilmişdi. 50 il sonra isə öz vətəni Azərbaycanda ötən il ölkə rəhbərliyi tərəfindən onun ili elan edildi. Beləcə, Nəsimini anacağımız illər çox olacaq. O qədər çox ki, əsrləri yola salacaq məmləkəti. Nəsimi elə bir dühadır, elə bir şəxsiyyətdir ki, bir ilə sığmaz. Hər zaman, hər an xatırlanmalı, yaddaşlara hopmalıdır. Çünki ədəbiyyatımıza 650 ildir ki, elə bir tac qoyub ki, daim zirvədə qalacaq bir tacdır. Tanrıya min şükür. Xalqımıza zaman-zaman belə taclar əsirgəmir. Əziyyətlərə düçar olmuş vücudunun ruhu indi şaddır ulu Nəsimi. Nəvə nəticələrin qədir-qiymətini yüksəklərə layiq olduğu yerə qaldırdı. Qonağımızı bir daha xatırladırıq. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, folklorşünas İlkin Elsevər. Gözəl, dolğun müsahibəyə görə Rübabə Səməndərə minnətdarlıq və təşəkkür edirik. Hörmətli dinləyicilər, indi isə gənc həmkarımız Rəşadə Musayevanın Nəsimi və folklor mövzusunda qeydlərini dinləyək. Nəsiminin həyatı haqqında olan məlumat o qədər də geniş deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir. Ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də var. Bir çox tədqiqatçılar onun Şamaxıda, başqaları isə Bursada, Təbrizdə, Bakıda, Diyarbəkirdə və hətta Şirazda anadan olduğunu iddia edirlər. Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlər üzrə təhsil aldıqdan sonra Hürufi Fəzlullah Nəiminin xidmətinə girib, onun tərbiyə və təlimlərindən bəhrələnib. Səfərlərinin hamısında özünün Şeyx Mürşidi Nəimi ilə yol yoldaşı olub və onun qızı ilə evlənib. Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik şərq və qədim Yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəyib, İslamın və xristiyanlığın əsaslarına yaxından bələd olub, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnib. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan İbn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Mənsur Həllacı, Fəzlullah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhəd-i Marağayini və başqalarını göstərmək olar. Nəsimi dilin zənginliklərindən qəzəllərində özünəməxsus bir ustalıqla istifadə edir. Bəzən şair şeirlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur. Filosof şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Mənsur Həllacla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb yaradan şairlər onu təqlid edirlər. Tərəkəmə folklor toplusunu dinlədiniz. Toplunu hazırladılar müəllif Xətaya Sahabbin, rejissor Tahir Salmanov, səs operatoru Esmira Həsənova, mətni Eldost Bayram oxudu. Sağ olun, gələn görüşlərədək.